İnternetə girmək olmur da, ancaq işlər gücləri qazilər, veteranlar. Borcun idi, getməliydin, qanun hamı üçündür. Heç dünyanın heç bir yerində elə bir qanun yoxdur ki, müharibə vaxtı müharibəyə ancaq kasıbın, yetimin balaları geçsin, varlıların balaları kef eləsin. Belə bir qanun dünyanın heç bir yerində yoxdur. Qaldı ki, qazi veteran nə yapışırsınız, bədbəxt balaları, onların sayəsində yaşayırsınız. Qazi veteranlar da şəhidlərin yadkarlarıdır. Ay qanmazlar, ay düşürlər. Bəsturunda iğrəndim və sizin zülmünüzdən internetə girmək olmur. Şəhidlərin, qazilərin, veteranların sayəsində nəfəs alsınız da siz. İndi bəziləriniz qudurmuşsunuz. O əllərində bayraq götürənlər var idi. Qışqırırdılar, Qarabağ bizimdir. Yalan sənə lənət olsun. Qarabağ şəhidlərin, qazilərin, veteranların sayəsində alındı. Və onların sayəsində bütün xalq nəfəs alır. Belə qeyrətli kişisən, qeyrətli qadınsan, qazilər üçün, veteranlar üçün yol aç. Get bir şəhid qapısını aç. Qazi veteranları işlə təmin elə. Elə qazi veteranlarımız var, yerdə yatır. Xəstədir. Gedib o üzdən İraqlara, hansısa pozğunlara qoyduğun var dövləti, gətir belə kişilərin, qeyrətlilərin yolunda qoy da. Danışanda elə danışsınız. Dünyada hamı qeyrətsizdir, bir dənə siz qeyrətsiniz. Qeyrətsiz, namussuz, şərəfiz olsun, hə?